Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda üçbucağın daxili bucaqların cəmi, üçbucağın xarici bucağının xassəsi bölümünün izahını verəcəm. Gəlin vaxt itirmədən keçək testimizin izahına. Bir nömrəli sualda deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından biri pi bölü 5'dir. Düzbucaqlı üçbucağın bir bucağı 90 dərəcə olmalıdır. Üçbucağın daxili bucaqlarının cəmi 180 olduğundan digər iki bucağın da cəmi 90 olsun ki, bir də 90 dərəcəm olduğuna görə 180 dərəcəni versin. Bir bucağın pi bölünsün 5'dirsə, ümumiyyətcə burada pi 180'i göstərir. 90 demək pi bölünsün 2 deməkdir. Demək digər bucağım nə olsun ki, toplayanda 90 eləsin. Pi bölünsün 5 üzərinə gəlinsin x bərabərdir 90 eləməlidir. X bərabərdir pi bölü 2'dən çıxıram pi bölü 5'i. Ortaq məxrəc 10 eləyəcək. 5'ə vuraram, 5'ə vuraram, 2'yə vuraram, 2'yə vuraram. 10'da 3 pi cavabımız olacaq. Düzgün cavab D bəndi. 2 nömrəli sualda deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından biri pi bölünsün 8'dir. İti bucaqlarından biri pi bölünsün 8'dirsə, digəri x olsa, demək ki, bu iki bucağın cəmi 90 dərəcə eləməlidir. X üzərinə gəlinsin pi bölü 8 bərabər 90 dərəcəni 180 bölü 2 kimi yazıram. X də bərabərdir pi bölünsün 2 çıxılsın pi bölü 8. Ortaq məxrəc 8'ə gətirərəm. 4'ə vuraram, 4'ə vuraram. Olacaq 8'də 4 pi'dən 1 pi çıxanda 3 pi. Cavab 8'də 3 pi, yəni B bəndi. 3 nömrəli sualda deyir ki, üçbucağın A təpəsindəki xarici bucağı bir dənə üçbucaq şəkli çəkək. Bu olsun A, bu olsun B, burada olsun C. A təpəsindəki xarici bucaq. Buradakı xarici bucaq baxın budur. Deyir xarici bucağı B təpəsindəki daxili bucaq fərqi 60'dır. Bura mən alfa desəm, bura beta desəm, bunların fərqi neçəymiş? 60 dərəcə. Deyir ki, C təpəsindəki daxili bucağı tapın. Buranı bizdən soruşur. Biz bilməliyik ki, üçbucağın xarici bucağı ona qonşu olmayan, yəni buranın yox, qonşu olmayan iki dənə daxili bucağın cəminə bərabərdir. Yəni alfamız beta ilə x'in cəminə bərabərdir. O zaman alfamızın yerinə beta üzərinə gəlinsin x yazaram. Çıxan da beta'nı 60 edəcək. Betalar gedəcək. X'imiz buradan 60 dərəcə edəcək. Bizdən x'in qiymətini soruşurdu. Cavabımız olacaq 60 dərəcə. Yəni B bənd. 4 nömrəli suala gəlin bir yerdə baxaq. 65, 45 bu dərəcələri bizə verib. O zaman istəsən sən buradan davam edə bilərsən üçbucağın daxili bucaqlarından. Amma mən bu şəkildə davam edəcəm. Bax, bu üçbucağın görsən, bax bu üçbucaq. Bu üçbucağın xarici bucağı buradır mı? Bəli. Üçbucağın xarici bucağı ona qonşu olmayan iki dənə daxili bucağın cəminə bərabərdir. O zaman bura olacaq 110 dərəcə. İndi bu xarici bucaq bu üçbucağın xarici bucağıdır. O zaman bu 110 ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 50 ilə neçəni cəmi 110 eləyəcək. 60 dərəcə. Beta'nı soruşurdu bizdən. 60 dərəcə olacaq E bəndi. Gəlin baxaq 5 nömrəli suala. Bax, bu üçbucağın xarici bucağı bura olsun. 80 ilə 40'ın cəmi bura neçə edəcək? 120 dərəcə. İndi bu 120 ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 120, 70 ilə nəyin cəmi olacaq? 50 dərəcəni. Demək ki, alfamız 50 dərəcədir. C bəndi. 6 nömrəli sualda deyir ki, üçbucağın iki xarici bucağı 76 dərəcə ilə 130 dərəcədir. Xarici bucaqların cəmi 360 dərəcə eləməlidir. Və 3 dənə xarici bucaq var. 76 topla 130 topla bir dənə də x deyək. Bunların cəmi 360 eləməlidir. Deməli, bunlar toplayanda 206 üzərinə gəlinsin x bərabər 360'a. X də bərabərdir 360'dan çıxıram 206'nı. Bu da edəcək ondan 6 çıxanda 4. Bu da 5, 154. Düzgün cavabımız A bəndi. 7 nömrəli sualda deyir ki, üçbucağın iki xarici bucağının cəmi 80 və daha doğrusu xarici bucağı 80 və 120'dir. 80 topla 120 topla üçüncüsü 360 dərəcə eləməlidir. 3 dənə xarici bucağım. 80 ilə 120 200 edər. 200'ün üzərinə nə gəlsə 360 dərəcə edəcək. X'imizin də qiyməti 160 dərəcə olacaq. Düzgün cavab B bəndi. 8 nömrəli sualda deyir ki, üçbucağın daxili bucaqlarından biri 55 dərəcədir.
Üçbucağın daxili bucaqlarından biri 55 dərəcədir. Xarici bucaqlarından biri isə 70 dərəcədir. O xarici bucaq bu ola bilməz. Niyə? Bunun qonşusu 180-ə tamamlamalıdır. 70 180-ə tamamlamır. O zaman bu bucaq olsun 70 dərəcə. Mənə deyir üst bucağın qalan xarici bucaqlarını tap. Qalan xarici bucaqları hansı olacaq? 70 ona qonşu olmayan iki daxili bucağın cəminə bərabər olduğu üçün nağdı bura 15 dərəcə olmalıdır ki 70 55 ilə 15-in cəmindən ibarətdir. İndi 15-in də qonşusu neçə olacaq? 180-dən 15 çıxanda 165 dərəcə. 55-in qonşusu nə olacaq? 125 dərəcə. Digər qonşu xarici bucaqlarımız daha doğrusu 165 ilə 125 dərəcə olacaq. D bəndi. 9 nömrəli sualda deyir, üst bucağın daxili bucaqlarından biri 45 dərəcədir. Bir dənə daxili bucağımız 45 dərəcədir. Xarici bucaqlardan biri 80 dərəcədir. O zaman bu olsun 80 dərəcə. İçəriyə nə qədər qalacaq? 100 dərəcə. Üç bucağın qalan xarici bucaqlarını tapın deyir. Hə, o zaman ki belə yazaq. Bu 80 dərəcə ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. O zaman bura 35 dərəcə olacaq. 45-in qonşusu olacaq 135 dərəcə. 35-in də qonşusu olacaq 145 dərəcə. Digər xarici bucaqları soruşurdu bizdən. 145 ilə 135 düzgün cavab E bəndi. 10 nömrəli sualda deyir ki, xarici bucaqlarından biri 110 dərəcə olan üst bucağın beta xarici bucağını tapın. Belə deyək, bu xarici bucaq 110, ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bura 50 isə demək bu bucağımız neçə dərəcə olmalıdır? 60 dərəcə. İndi 60-ın da qonşusu neçə dərəcə olacaq? 120 dərəcə. Düzgün cavab D bəndi. 11 nömrəli sualda deyir ki, alfa bucağını tapın. Bu səfər nə edərik? Xarici bucaqları veriblərsə, xarici bucaqların cəmi 360 dərəcə eləməlidir. 122 ilə 108-in cəmi 130 eləyəcək. 360 dərəcədən bu 130, daha doğrusu 230 eləyəcək. 230-u çıxsaq, bu da eləyəcək 130. Demək bu xarici bucağımız 130-dur. O zaman bunun qonşusu olacaq 50 dərəcə C bəndi. 12 nömrəli suala baxaq. Bizdən beta bucağının dərəcə ölçüsünü istəyir. Baxın, bura 105 isə içəri nə qədər olacaq? İçəri olacaq 75 dərəcə, çünki cəmləri 180-dir. 35 isə içəri yenə düşdü 35 dərəcə. Toplam qiymət elədi 110 dərəcə. 110 isə içəri betaya nə qədər düşər? 70 dərəcə, çünki daxili bucaqların cəmi 180-dir. Betanı soruşur, düzgün cavab A bəndi. 13 nömrəli sualda bizə belə bir şəkil veribdir. Alfanın dərəcə ölçüsünü istəyir. Bax, bura 40 dərəcə olduğu üçün içəridə nə qədər düşəcək? 40 dərəcə. Üst bucağın xarici bucağı ona qonşu olmayan iki dənə daxili bucağın cəminə bərabər olduğu üçün bu da edəcək 144 dərəcə. Düzgün cavab E bəndi. 14 nömrəli suala gəlin bir yerdə baxaq. X-in dərəcə ölçüsünü istəyir. Bax, belə bir qayda var ki, yəqin ki, hər biriniz bilirsiniz ki, içəridəkilərin cəmi çöldəkinin cəminə bərabərdir. Yəqin ki, bunu hər biriniz bilirsiniz. Yəni 60 eləməlidir. 15 ilə 10, 25-dirsə, demək ki, X-in qiyməti neçə dərəcədir? 60 eləməsi üçün 35 dərəcə. Düzgün cavabımız B bəndi. Amma indi bizə bu yolla yox, normal yolla gəl göstərək həllini. Mən bu xətti uzada bilərəm. Düzümü bax, buranı uzatdım. İndi bura 60 isə içəri nə qədər düşəcək? Qonşusu olduğu üçün 120 dərəcə. 120 burada, 10 burada, 130 eləyəcək. O zaman bu xarici bucağımız buna qonşu olmayan iki daxili bucağın cəmindən bura 130 dərəcə eləyəcək. 130 dərəcəm var, 15 var, 145. Bura çatışmır, yenə də 35 dərəcə. Düzgün cavab B bəndi. Amma 15-i daha bu üsulla izah eləməyək, çünki yolunu bildiyin üçün daha içəridəkilərin cəmi çöldəkinə bərabər şəklində yazaq. Ya da tamam, belə yazaq belə. Deməli, bu 130, deməli bax, 65 var, 35 var. Bu bucaq xarici bucaqdır. Hansı üç bucağın xarici bucağıdır? Bax, işarələdiyim üç bucağın xarici bucağı bu bucaqdır. Bu ona qonşu olmayan ikisinin cəminə bərabərdir. 65 ilə 35-in cəmi 100 edəcək. İndi bu 130'umuz da ona qonşu olmayan ikisinin cəminə bərabərdir. 100 ilə nəyin cəmi 130 eləyəcək? 30 dərəcənin. Demək ki, düzgün cavabımız C bəndi. 16 nömrəli sualda deyir ki, alfa bucağı beta bucağına bərabərdir və qiymətləri 120 dərəcədir. O zaman bura 120 dərəcədir. O zaman burada 120 dərəcədir.
Belə çıxır ki, içəridəki bucaqlar 60 dərəcə, 60 dərəcə olduğundan bərabər yanlıdırlar. Üçbucağın daxili bucaqların cəmi 180 etdiyindən burada 60 olacaq. Belə çıxır ki, bu bərabər tərəfli bir üçbucaqdır. Deyir AB-nin B üzərindəki, B düz xətt üzərindəki proyeksiyası. AB-nin, bu AB-dir. Bunun B üzərində proyeksiyası. B-nin üzərində proyeksiyası dediyi üçün kimin adı çəkilibsə onun baş ayağın, son ayağını tapmalısan. Kimin üzərində B üzərində proyeksiya dediyi üçün ora həmin baş ayağı tapdığın yerlərdən hündürlük çəkməlisən. Buradan hündürlük çəkmək olmur deyə bitişibdir. Buradan hündürlük çəkirəm. İndi bax, bu ikisinin arasında qalan bu yer var ha, bax bu sarı yer. Bax bura deyirlər proyeksiya. Proyeksiyanın uzunluğu nə qədər olub? 9 onda 5. 9 tam onda 5 proyeksiyanın uzunluğudur. Bizdən AC'nin uzunluğunu soruşur, yəni buranın. İndi bax, 60 dərəcə buradırsa, çarpazlıqdan bax burada 60 dərəcə olacaq. Demək ki, burada 60 dərəcədir. O zaman qaldı düz bucaqlı üçbucaq olduğu üçün bura 30 dərəcə. 30 dərəcə qarşısında duran katet. Bu katet hipotenusun yarısı olduğundan demək hipotenusun qiymətini çəkmiş 19. Bura 19-dursa demək burada 19-dur. Demək burada 19-dur. AC-nin uzunluğunu soruşur. Düzgün cavab D bəli. 17 nömrəli sualda deyir ki, bərabər tərəfli üçbucağın iki tənböləni arasında qalan iti bucaq neçə dərəcədir? Bərabər tərəfli bir üçbucaq seçək. Bunu qayda kimi əzbərləməyin bir anlamı yoxdur. Deyir, bunun iki bucağının tənböləni arasında, məsələn, bu tənbölən bucaq neçə dərəcədir? 60-60 olduğu üçün böləndə 30-30 olacaq. 30 dərəcə, 30 dərəcə. Buradan da bir dənəsini çəkərəm. Bu tənbölənlər zaten eynidir. Çünki bərabər tərəfli üçbucaqda tənbölənlər, medianlar hamısı eyni olacaq. Burada 30 dərəcə, burada 30 dərəcə. Deyir, tənbölənlərin arasında, iki tənbölənin arasında qalan iti bucaq neçə dərəcədir? İti bucaq buradır. Bu da, bu üç bucağın, bu üç bucağın xarici bucağıdırmı? Bəli. İstəsən 30-30-60 deyə, bura 120-dir. Nə uzatsan? Denən ki, buranı istəmirsən, müəllim, qonşusu olduğu üçün 60 dərəcə olacaq. Düzgün cavabımız deməli burada C bəndidir. 18 nömrəli sualda isə deyir ki, bərabər tərəfli üçbucağın iki median arasında qalan, bu bərabər tərəfli üçbucaqda medianla tənbölən zaten eyni şeylərdir. O zaman tənbölənlə median eyni şey olduğu üçün həm median desəydi, yenə bunu çəkəcəkdim. Çünki bərabər tərəfli üçbucaqda bu həm mediandır, həm hündürlükdür, həm tənböləndir. Aradakı iti bucağı soruşurdu. Bu da 60 dərəcə olacaq. B bəndi. 19 nömrəli suala gəlin bir yerdə baxaq. BAC dərəcə ölçüsünü 110 dərəcə veribdir. Demək ki, bu dərəcə 110 dərəcədir. Daha sonra CY YF-yə bərabərdir deyir. CE CF-yə bərabərdir. Bu tərəflə bu tərəf bir-birinə bərabərdir. BD də BE-yə bərabərdir. BD də BE-yə bərabərdir. DYF bucağını soruşur bizdən. Bu bucağın dərəcə ölçüsünü soruşur. Fikir versən bunlar deməli bərabər yanlı üç bucaqlardır. O zaman mən bura alfa desəm, burada nə olacaq? Avtomatik alfa. Mən bura bir beta desəm, burada nə olacaq? Avtomatik beta. Bura alfa olarsa bura nə yazaram? 180 çıxılsın 2 alfa yazaram. Niyə? Çünki üçbucağın daxili bucaqların cəmi 180 edir. Bu biri üçbucağa baxsaq, o zaman betadırsa bura nə yazaram? 180 çıxılsın 2 beta. Üçbucağın daxili bucaqların cəmi 180 etdiyindən yazaram 180 çıxılsın 2 alfa topla 180 çıxılsın 2 beta topla 110 dərəcə bərabər 180-ə. 180-lər buradan gedər. 180 ilə 110 toplayanda 290 bərabərdir. Mənfi 2 alfanı sağa göndərəndə 2 alfa plus 2 betaya. Hər tərəf 2-yə böləndə 145 bərabərdir. Alfa üstə gələk beta. İndi bax, alfa ilə betanın cəmi 145 aldıq. Bunların cəmi 145 isə açıq bucaq 180 dərəcə etməli olduğu üçün x-in payına nə qədər düşəcək? 35 dərəcə. Çünki alfa ilə betanın cəmi 145-dir. Bunlar 145-i verirsə, alfa topla beta topla x 180-i verməlidir. Alfa beta 145-i verir. Demək x-imin qiyməti də 35 dərəcə olmalıdır. Düzgün cavabımız A bəndi. Gəlin baxaq 20 nömrəli suala. Bizə deyir ki, BDC bucağı 120 dərəcədir. Baxın, BDC-ni yazmağı unutmuşuq.
Bura 120 dərəcədir. O zaman alfaların payına hər ikisi alfadır mı? Bəli, hər ikisi alfaya nə qədər düşəcək? Bunlar 30 dərəcə, bir də 30 dərəcədir. Alfaların 30 dərəcədirsə, betaya nə qədər düşəcək? 50 dərəcə. Demək ki, bu 50 dərəcədir. Demək ki, bu da 50 dərəcədir. Toplam 80 bu etdi. 80 bu etdi 160. O zaman qammaya nə qədər eləyəcək? Üçbucağın daxili bucaqların cəmi 180 eləməlidir. 80 burada var. O biçim. 80 burada var. 160. Qammaya da qalacaq 20 dərəcə. Düzgün cavabımız D bəndi 20 nömrəli sual. Gəlin baxaq 21 nömrəli suala. Bizə deyir ki, ABC və DBC üçbucaqlarında BDC düz bucaqdır. İndi alfa alfanı da veribdir. O zaman hər ikisi eynidirsə, buralar neçə dərəcə olacaq? 45 dərəcə ilə 45 dərəcə alfamız. Bir də belə bir şey verib. Beta bərabərdir. Alfa bölünsün 3. Alfanı 45 tapdığımıza görə 45-i 3-ə böləndə betanın payına düşdü 15 dərəcə. Bura elədi 15 dərəcə. Demək ki, bura da 15 dərəcədir. Üzr istəyirəm. İndi bura nə qədər elədi? 45, 15, 60 dərəcə o biçim. Bura nə qədər elədi? Bura da 60 dərəcə. 60, 60 demək ki, qammanın payına nə qədər düşdü? 60 dərəcə C bəndi. 22 nömrəli sualda deyir ki, ABC üçbucağının dediyi üçün bir dənə ABC üçbucağını elə çəkirəm. İndi A-nı hara yazacağam? Bura yazsaq, bura yazsaq, bura təsadüfən yazaq. A1 və CC1 hündürlükləri. A1 hündürlüyü olsun bu. Hündürlük qarşı tərəfindən 90 dərəcə əmələ gətirməlidir. Bir də CC1 hündürlüyü. Bu da CC1 hündürlüyü. Deyir K nöqtəsində kəsişir. Bu kəsişdikləri yerin adı da K olsun. Deyir ki, A 62 dərəcədir. Bunlar da hündürlüklərdir ha. A 62 dərəcədir o biçim. Daha sonra C 82 dərəcədir. Bu 82 dərəcədir. Sonra nə deyir? AKC bucağını tap. AKC. Bu bucağı bizdən istəyir. Üçbucağın daxili bucaqların cəmi 180 olacağına görə 62 dərəcə var, 82 dərəcə var. Toplam nə qədər edəcək? 62 üstəgələ 82, 144 dərəcə. Üçbucağın daxili bucaqların cəmi 180 olduğu üçün bura düşəcək 36 dərəcə. İndi bizə lazımdır bu K-nı tapmaq. Müxtəlif yollarla taparam, amma mən bu K buradır da, düzdürmü? Haran istəyir bizdən? Bizə deyir ki, AKC-ni tapın. AKC. Bizdən buranı istəyir. AKC deyəndə bax, buranı istəyir. Lap yaxşı. İndi bura 90 dərəcə olduğu üçün bu düz bucaq üçbucağa baxın. Bu düz bucaq üçbucağa hamınız baxın. Bura 90'dır. 36 dərəcəndə var. Digər tərəfin də 90 olması üçün nə qədər çatışmır? Bura çatışmır. Deməli 54 dərəcə. Bura nə qədər elədi? 54 dərəcə. İndi 54 dərəcəm var. 90 dərəcən də var. Üçbucağının xarici bucağı da var. Bu xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bu da edəcək 144 dərəcə D bəndi. 23 nömrəli sualda deyir ki, üçbucağın iki bucağı 55 dərəcə ilə 67 dərəcədir. Özüm təsadüfən belə bir dərəcə yazdım. Bu bucaqların təpəsindən çəkilən hündürlüklər arasındakı ən kiçik bucağı tapın deyir. Bunların arasından keçən hündürlüklər arasındakı ən kiçik bucaq. Yəni bunu soruşur. Üçbucağın iki dənə bucağı 55 dərəcə ilə 67 dərəcədirsə, o zaman üçüncüsünə nə qədər düşəcək? X üzərinə gəlinsin 55, toplam 67, üçbucağın daxili bucaqları 180 eləyər. 5 ilə 7-nin cəmi 12, 5 ilə 6-nın cəmi 11, 1 7 12, 122. X-in üzərinə nə gəlsəm, 122-nin üzərinə nə gəlsəm 180 eləyəcək. X-im də bərabərdir. 180 çıxılsın 122. Bu da eləyəcək neçə? 58. Demək ki, x-imizin qiyməti 58-dir. Yəni bura 58 dərəcədir. İndi bizə haran istəyir? Hündürlüklər arasında qalan ən kiçik bucağı istəyir. Çox güman ki, buradan bir şey istəyəcək. Bu gördüyünüz bir dörd bucaqlı olduğu üçün vəbşə bu yolla yazaq. Bunların daxili bucaqların cəmi 360 eləməlidir. 90'ın var, 90'ın var. Bu da nə qədər eləyəcək? 180. Topla. Bura bir x desək. 58 üzərinə gələnsin x 360
etməlidir. Çünki 4 bucağın daxili bucaqların cəmi 360 eləyəcək. 180-dən 360-dan 180 çıxanda 180 qalar. 180-dən 58 çıxanda x bərabərdir 122 qalar. X dediyimiz yerdə buradır. Buranın neçə tapdıq? 122 dərəcə. Mənə də deyir ki, sualda hündürlüklər arasındakı ən kiçik bucağı tap. Hündürlüklər arasındakı böyük bucaq bura 122 dərəcə elətsə, 180-dən 122-nin çıxanda nə qədər qalacaq? 58 dərəcə. Düzgün cavabımız E bəndi. Gəlin baxaq 24 nömrəli suala. MNK üçbucağında bir dənə MNK üçbucağı gəlin çəkək. Bura olsun M, bura olsun N, burada olsun K. Deyir M bucağı 59 dərəcəymiş. K bucağı 36 dərəcə. Daha sonra M və K təpələrindən çəkilən hündürlüklər M və K təpələrindən çəkilən hündürlüklər deməli Y nöqtəsində kəsişirmiş. Bura E nöqtəsi olsun. Bizə MY K bucağının dərəcə ölçüsünü soruşur buranı. Əgər bura 59-sa, bura 36-sa, üçbucağın daxili bucaqlarının cəmi 180 olduğundan bura nə qədər qalar? Bu sual bərabərdir. 180 dərəcə ümumi bucaqlar elədiyindən 180-dən çıxaram 2 dənə bu bucağın cəmini. Bu da edər 180 çıxılsın 59 ilə 36-nın cəmi 95 edəcək. Düzdürmü? Bəli, 95. 180-dən də 95 çıxanda 5. Deməli, 17-dən 5 çıxanda 85 edəcək. Demək ki, bu bucağımız 85 dərəcədir. Şəklə diqqətli şəkildə baxsaq, görərik ki, burada nə var? Baxın, burada bir dənə 4 bucaqlı var. 4 bucaqlının daxili bucaqların cəmi 360 dərəcədir. Başqa yollarla yenə yazmaq olar, amma yenə də uzunca olur. Məsələn, istəsən belə yaza bilərəm. Bura 90 dərəcədirsə, bura da 90 dərəcədir. 360 eləməlidir toplam qiymət. Bura nədirsə, burada odur. Bu yolla taparam. Ya da belə deyə bilərəm. Bura 90-dır. Bu düz bucağı üst bucağa bax. Bu düz bucağı üst bucağı görürsən. Düzdürmü? Daxili bucaqların cəmi 180 olmalıdır. 90-ın varsa, 85-in varsa, demək bura 5 dərəcə düşəcək. Mənim bu bucağım da bu üç bucağın xarici bucağıdır. Bax, bu üç bucağın xarici bucağı. Ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 90 ilə 5-in cəmi 95 dərəcə. Yəni bu yolla da tapa bilərsən. Düzgün cavab E bəndi. 25 nömrəli suala gəlin baxaq. ABC üçbucağının A və B təpələrindən çəkilən tənbülənlər ABC üçbucağının A və B təpələrindən çəkilmiş tənbülənlər. Buradan bir tənbülən çəkəcəm. Bucağı yarıya bölür. Buradan başqa bir tənbülən çəkirəm. Bu da bucağı yarıya bölür. Bunlar deyir ki, beta olsun. Bu da beta olsun. Deyir tənbülənlər D nöqtəsində kəsişərlər. Mənə deyir ki, DAC bucağı, DAC, harada o DAC? DAC, yəni alfa. Üzərinə gəlinsin ABD, ABD, yəni beta, bərabərdir 70 dərəcədir. ACB bucağını bizdən istəyir. ACB, yəni bu bucağı bizdən istəyir. Biz alfa ilə betanın cəmin 70 olduğunu bilirik. Bəs 2 dənə beta, 2 dənə alfanın cəmi nə qədər eləyəcək? 2 dənə alfa toplam 2 dənə beta isə 140 dərəcə eləyəcək. Bu 2 dənəsinin cəmi 140 eləyirsə, üçbucağın daxili bucaqların cəmi 180 olduğundan burada düşəcək 40 dərəcə. Bizdən ACB-ni soruşurdu. Düzgün cavab C bəndi. Gəlin baxaq 26 nömrəli suala. ABC üçbucağının A və B təpələrindən çəkilmiş tənbülənlər D nöqtəsində kəsişərlər deyir. Yenə bir ABC üçbucağı çəkək. Bu A'dır, bu B'dir, bu da C'dir. A və B təpələrindən çəkilən tənbülənlər. Bu tənbülən alfa alfa, B təpəsindən çəkilən tənbülən, bu da beta beta olsun. Düzdürmü? Beta ilə beta. Aha. Deyir ki, D nöqtəsində kəsişərlər. Burada olsun D nöqtəsi. ACB 50 dərəcəymiş. ACB, yəni bura 50 dərəcədir. O zaman bizdən deyir ADB-ni tap, buranı soruşur. Biz bunu nə şəkildə yazarıq? 2 dənə beta, 2 dənə alfanın cəmi, bax 180 eləməlidir də bu üçbucağın daxili bucaqları. 50-sini çıxsaq, 180-dən 50-sini çıxsaq nə qədər qalacaq? 130 dərəcə. Demək 2 dənə alfam, 2 dənə betam
2 alfa üzərinə gəlinsin 2 beta 130 dərəcə eləyəcək. Hər tərəfi 2-yə bölsəm alfa ilə betanın cəmi 65 dərəcə eləyəcək. Alfa ilə betanın cəmi 65 etdiyindən indi balaca üçbucağa baxsaq alfa ilə betanın cəmi 65 dərəcə elədi. Üçbucağın daxili bucaqlarının cəmi 180 olduğundan alfa toplam beta topla x 180 olacağından alfa ilə betada 65 dərəcə olduğundan x-imizin də qiyməti 115 dərəcə olacaq. Düzgün cavab A bəndi. Gəlin baxaq 27 nömrəli suala. ABC bucağında verib ki, adi tənböləndir. Tənbölən olduğu üçün bucağı yarıya böləcək. Alfa şəklində. Burada 90 dərəcəni bizə veribdir. Bizə ABC-nin 68 dərəcə olduğunu deyir. O zaman bu bucaq 68 dərəcədir. Daha sonra BAC 82 dərəcədir. Bu bucaqda 82 dərəcədir. Toplam 180 olacağına görə bax bu tərəfə nə qədər düşəcək? O zaman 2 dənə alfa üzərinə gəlinsin 68, 82, 180 eləməlidir. 68 ilə 82-nin cəmi 150 edər. 180-dən 150 çıxanda 30 edər. Alfam da buradan 15 dərəcə çıxar. Demək ki, alfamın dərəcə ölçüsü 15 dərəcədir. Mənə EDC-ni soruşur. EDC. 90 dərəcə. Bax, 15 dərəcə buradsa, deməli, bura nə qədər düşəcək? Bura düşəcək. Ya da gözlə. Ən qəşəng öyrəndiyimiz qaydaları tətbiq eləyək. Niyə? Normalda əslində buranı taparam. Sonra içəri tapıb, sonra buranı da taparam. Sorun deyil, tapmaq olar. Amma özümüz belə yazaq. Üçbucağın, bax bu üçbucağa bax. Məqsədimiz uzatmaq yox, sadəcə görməyimizi təmin eləmək üçün belə yazıram. Ki, gözümüz biraz asılsın. Bu üçbucağın xarici bucağı deyilmi? Bax bu bucaq. Bəli. Üçbucağın xarici bucağı ona qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabərdir. 68 ilə 15-in cəmi 83 dərəcə eləyir. Gəlin baxaq 27 nömrəli suala. Bizə deyir ki, ABC 68 dərəcədir. ABC, bax bu bucaq 68 dərəcədir. BAC 82 dərəcədir. BAC haradır? Bax, BAC. Bura 82 dərəcədir. Bir dənə şərtdə bizə deyir ki, adi tənbölən imiş. Tənbölən olduğu üçün bucağı yarıya böləcək. 82 dərəcə isə demək ki, 41 dərəcə və 41 dərəcə burada paylanılacaq. Düzdürmü? İndi bizdən bu bucağın dərəcə ölçüsünü soruşur. Normalda əslində bizə 90 var. Buranı taparam, sonra içəri taparam. Amma özüm belə yazacağım ki, biraz görünmə qabiliyyətimiz misallarda artsın. Bu üç bucağın xarici bucağı deyilmi? Bax bura. Bax, xarici bucağı. Üçbucağın xarici bucağı ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. 41 ilə 68-in toplam cəmi 109 dərəcə eləyəcək. Demək ki, bura 109 dərəcədir. Option bura. 90 dərəcəm varsa 109 olması üçün bura neçə dərəcə düşəcək? 19 dərəcə. Düzgün cavab D bəndi. Gəlin baxaq 28 nömrəli suala. ABC 64 dərəcədir deyir. ABC bu bucaq 64 dərəcədir deyir. BAC 84 dərəcədir. Yenə buranın tənbölən olduğunu deyir. Bura 84 dərəcədirsə əgər yarıya bölünüb 42 dərəcə ilə 42 dərəcə olar. Burada 90 dərəcədir. Bizə yenə bu bucağı soruşur. Üçbucağın xarici bucağı ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. 64 ilə 42-nin cəmi 106 dərəcə eləyəcək. 90 dərəcəm var. 106 dərəcə olması üçün x-ə düşəcək 16 dərəcə. Düzgün cavab E bəndi. 29 nömrəli suala gəlin bir yerdə baxaq. AB BD-yə bərabərdir deyir. Bu tərəf bu tərəfə bərabərdir. O zaman bu üçbucaq bərabər yan üçbucaq oldu. DAC bucağı DAC, yəni bura alfa desək, bərabərdir ABC bucağına. ABC bu bucağa bərabər imiş. Sonra deyir ki, C bucağı 21 dərəcə. Bu bucaq 21 dərəcədir. BAD-ni soruşur bizdən. BAD. Bu bucağın dərəcə ölçüsünü soruşur. Nə gözəl, nə qəribə sualdır. Bax, həqiqətən ağlıma heç nə gəlmir, amma verilən qaydaları tətbiq edəcəm. Bu bərabər yanlılıq verilibsə, bunun haqqına girməyək. Oturacaqdakı bucaqlar bərabərdir. O zaman burada nə deyirəm? X deyirəm. Düzdürmü? Daha sonra bu X-imiz bu bir üst bucağın, sağda olan bu üst bucağın xarici bucağıdırmı? Bəli, xarici bucağıdır. O zaman X-imiz bərabərdir ona qonşu olmayan 2 daxili bucağın cəminə, alfa ilə 21-in cəminə.
Bizdə əlimizdə bir məlumat var ki, 2x alfa x. Bu üç bucaq daxili bucaqların cəmi 180 dərəcə eləməlidir, düzdürmü? O zaman yazıram 2 dənə x üzərinə gəlinsin alfa bərabər 180 dərəcə. Daha sonra da burada yazıram. Sonra nə edərik? Gəl burada. Bunu hər tərəfini 2-yə vur. 2'ye vuracağım. 2 alfa bir de 42 eləyəcək. Düzdürmü? 2x'imin cevabı ne oldu? 2 alfa plus 42. 2x'imin yerine 2 alfa üzerine gəlsin 42 yazıram. Üzerine gəlsin alfa yazıram. 180 eder. 3 alfa bərabərdir 138'e. Alfam da bərabərdir 69'a. Məndən soruşur ki BAD-ni tapın. Alfanı soruşur. Düzgün cevabımız 138'i 3'e bölürəm. Üzr istəyirəm siz Allah. 3'e böləndə alfa bərabərdir 4. 4 dəfə 3'üm 12. 18 bəli 46 dərəcə eləyəcək. Bizdən BAD-ni soruşur. Alfanı tapdım 46 dərəcə. BAD-ni soruşur. BAD x'i soruşur bizdən. Alfam 46 olduğu için yazaram yerine 46. Oldu 2x'im bərabərdir. 2 dəfə 46'ım 92 üstəgirək 42'ye. 2 dənə x'im bərabərdir 134'e. X'im də bərabər 67'ye. Düzgün cavab A bəli. 30 nömrəli sualda deyir ki, ABC bucağının C təpəsindən daxili və xarici bucaqların tənbölənləri çəkilmişdir. O zaman bunun xarici bucağı deyirsə, o zaman bu formada olacaq. Bu xarici bucağın tənböləni deyirsə, belədir. Bir də daxili bucağın tənböləni çəkilmişdir. Bu da belədir. Bu da daxili bucağın tənböləni. Bura alfadırsa, bura alfadır. Xarici bucağın da tənböləni budursa, bu şəkildə gələcək istəyirsən. Aha. Burada hansı nisbətdə bölünəcək? Yəni eyni. Bettadırsa, bettadır. Xarici bucağın tənbölənini çəkdik. Mənə nə deyir? Deyir ki, daxili və xarici bucağın tənbölənləri çəkilmişdir. Daxili bucağın tənböləni AB tərəfi ilə 40 dərəcəli bucaq əmələ gətirir. AB tərəfinin uzantısının xarici bucağın tənböləninin AB tərəfinin uzantısı ilə əmələ gətirdiyi bucağı tapın. Xarici bucağın tənböləninin bunun AB'nin uzantısı hansıdır? Uzadaram bunu. Bax, bununla əmələ gətirdiyi bucağı bizdən soruşur. İndi bu açıq bucaq olduğu üçün burada olan 2 dənə alfam, 2 dənə bettamın cəmi 180 dərəcədir. Hər tərəfi 2'ye bölsəm alfa ilə bettanın cəmi neçə dərəcə olacaq? 90. Alfa ilə betta 90 olduğu üçün demək ki bu hissə 90 dərəcədir. Düzdür? İndi bax, deyir ki sualda bizə daxili bucağın tənböləni, daxili bucağın bu tənböləni AB tərəfindən 40 dərəcəli bucaq əmələ gətirir. Demək bura 40 dərəcədirsə, 90 dərəcəm varsa, düz bucağı, üst bucağın daxili bucaqların cəmi də onsuz da 180 dərəcədir. 90 varsa, 40 varsa demək ki burada 50 dərəcə düşəcək. Düzgün cavab D bəli. 31 nömrəli sualda deyir ki, ABC bucağının, yenə A, C, B bucağının C təpəsindən daxili və xarici tənbölənlər çəkilmişdir. Bu bucağın daxili tənbölən olduğu üçün bu formada, bir də xarici bucağın tənböləni çəkilmişdir. Bir də bu formada. Bu çəkdik, düzdürmü? İndi mənə yenə soruşur ki, daxili bucağın tənböləninin AB tərəfi ilə əmələ gətirdiyi bucağı tap. Xarici bucağın tənböləninin AB'nin uzantısı ilə 55 dərəcəli bucaq əmələ gətirilmiş. Xarici bucağın tənböləni, bu tənbölən AB'nin uzantısı ilə 55 dərəcəli bucaq əmələ gətirər. Bunlar tənbölən olduqları üçün bura alfa, xarici bucağın tənböləni olduğu üçün betta ilə betta olacaq. 2 alfa toplam 2 betta 180 dərəcə olduğundan alfa ilə bettanın cəmi 90 dərəcə olacaq. Demək ki bu orta bucaqlarımızın cəmi 90 dərəcədir. Bura 90 dərəcəni tapdıq. Sonra deyir ki, daxili bucağın tənböləni AB tərəfi ilə əmələ gətirdiyi bucağını tapın. 55 dərəcəm var, 90 dərəcəm var. Bu üç bucağa bax. Bu üç bucağın daxili bucaqların cəmi 180 olacağından 55, 90, 90'dan 55 çıxsa bura nə qədər düşəcək? 35 dərəcə. Bizə daxili bucağın tənböləninin AB tərəfindən əmələ gətirdiyi bucağı tapın deyir. Düzgün cavab E bəndi. 32 nömrəli suala gəlin bir yerdə baxaq. Biz bilirik ki bu şəkildə daxili bucaqların cəmi çölləşinə bərabər idi. Yəni alfa toplam betta
topla qamma bərabər idi x-ə, düzdürmü? İndi nisbətləri bizə veribdir. 2 çıxılsın alfa. Bu şəkildə bizə nisbətlər verilib. 2 çıxılsın alfa 8k-ya bərabərdir. 2 çıxılsın alfa bərabər 8k-ya. 2 çıxılsın beta bərabər 9k-ya. 2 çıxılsın qamma bərabər 13k-ya. X-imin də qiymətini 150 veribdir. 150, 150, bir də 150. Bunların hər birini alt-alta toplasaq, olacaq nə qədər? 3 dənə 150, 450 çıxılsın. Alfa çıxılsın, beta çıxılsın, qamma bərabərdir. Toplamışam alt-alta. 8 ilə 9-un cəmi eləyəcək 17k. Üstünə də 13 gələndə 30k. Buradan 450 çıxılsın. Mənfini mütərizə xaricinə çıxaranda alfa plus beta plus qamma qalır. Alfa beta qammanın cəmi x-dir. O zaman mən bunun yerinə x yazıram. X-in də qiyməti 150-dir. Yerinə 150 yazıram. 450-dən 150 çıxanda qalacaq 300. 300 bərabər 30k-dırsa k-mızın qiyməti buradan 100 edər. Alfanı soruşur, betanı soruşur, qammanı bizdən soruşurdu. K-nı 100 tapandan sonra 100-ü yerinə yazanda bura elədi 800. Bura elədi 900. Burada elədi 1300. Baxın siz Allah, mexanik səhvə bax. Cobud səhvdir. 300 bərabər 30k-dırsa k-mızın qiyməti 10 olmalıdır. Ona vuranda 80, 90, 130. Və müəllim fərqinə necə vardın? Gördüm ki 150-dən nə çıxsam 800 eləyər. Elə bir şey olmaz. O zaman alfamızın qiyməti olacaq 70 dərəcə. Çünki 70 çıxanda 80 eləyər. 150-dən nə çıxanda 90 eləyər. Betamızın qiyməti 60 dərəcə. 150-dən nə çıxsaq 130 eləyəcək. Deməli bu da edəcək 20 dərəcə. Alfamız 70, betamız 60, qammamız 20 dərəcə. Düzgün cavab E bəndi. Gəlin baxaq 33 nömrəli suala. Bizə belə bir şəkil veribdir. A bucağının 40 dərəcə olduğunu bizə deyir. Burada düz bucaqlı üç bucağa fikir verin. Burada bizim bir dənə düz bucaqlı üç bucağımız var. Düzdürmü? Daxili bucaqların cəmi 180 eləməlidir. 90 var, 40 var. Demək ki, bura qalacaq 50 dərəcə. Daha sonra burada 90'dır, 50'dir. Demək ki, bura 40 dərəcə. Bizdən BOK-nı soruşurdu. 40 dərəcə olacaq düzgün cavab. 34 nömrəli sualda deyir ki, C bucağı 60 dərəcədir. O zaman bu bucaq 60 dərəcədirsə, deməli, nəyə fokuslanaq, nəyə baxaq? Burada 90 dərəcəmiz var. Demək ki, burada 90 dərəcədir. O zaman, deməli, 90 varsa, 60 varsa, bura düşəcək 30 dərəcə. Düzdürmü? İndi bura 30-dursa, burada 90 dərəcədirsə, yenə deyirəm 90, 30, buranın indi 60 taparsan, sonra da bunun qonşusu 120 taparsan, düzdür? Ya da elə bəri başdan belə də deyə bilərdin. Bu xarici bucaq ona qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabərdir. Yenə də cavabımızı 120 ala bilərsən. 34 nömrəli sualda düzgün cavab 120 olacaq. Gəlin baxaq 35 nömrəli suala. Bizə deyir A bucağı 40 dərəcədir. Buranın dərəcə ölçüsünü 40 dərəcə veribdir. Buranın da 90 dərəcə veribdir. O zaman bu düz bucaqlı üç bucağa baxsaq, bura neçə dərəcə olacaq? 40, 90, o zaman bura 50 dərəcə olacaq. Daha sonra bizə nə deyir? B bucağı 30 dərəcədir. Bura 30 dərəcədirsə, indi də bu düz bucaqlı üç bucağa bax. 90, 30, o zaman bura qalacaq 60 dərəcə. Bizdən MDN bucağını soruşur. Bura 60 dərəcədirsə, üç bucağın xarici bucağı, bax bu üç bucaqdan danışıram. Bu üç bucağın xarici bucağı, yəni 60. Ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. O zaman bura nə qədər qalacaq? 20 dərəcə. 20 ilə 40-ın cəmi bu 60-ı bizə versin. 20-nin də qonşusu neçə olacaq? 180-i tamamlamaq üçün burada 160 dərəcə olacaq. 35 nömrəli sualın düzgün cavabı 160 olacaq və beləliklə də üç bucağın 3-cü bölümü yekunlaşdı. Gələn videoda görüşənədək Allah'a əmanət, özündən müğayət olun. Hələlik.